Sərdar bəy, Ramiz Mehdiyevə yönələn ittihamlardan biri də ondan ibarətdir ki, vaxtaşırı, yəni lazımi məqamlarda, özünə lazım olan məqamlarda siyasi müxalifətin mitinqlərini, etiraz aksiyalarını təşkil edib və bu aksiyalara təşkilati və maliyyə dəstəyi göstərib. Hansı müxalifət? Əli 2003-cü ildə biz İsa Qəmbərin prezidentliğində mübarizə aparanda bizi həbs edib, o vaxtı İlham Əliyev yox, Ramiz Mehdiyev çıxdı dedi ki, Amerika bizə deyib ki, bunları həbs edib, biz də həbs eləmiş, əcəb eləmiş. Vəssalam. Və burada məlum oldu ki, adamların siyasi motivlərin həbsinin müəllifi də Ramiz Mehdiyevdir. Özü də çıxdı da televizyon. Mən bunu demirəm gözümlə. İlham Əliyev qaldı qıraqda, Ramiz Mehdiyev çıxdı ki, bunların hamısı biz demişik həbs eləsinlər. Və onda nə Əli Kərimli, nə də başqaları həbs olunmadı. Siz ümumiyyətlə Ramiz Mehdiyevin hansısa bir... Ramiz Mehdiyev istefa verəni akademiya gedəndə biz onun əleyhinə danışanda ki, bu adam akademiya prezident qoyulmamalıdır və bunun prezident aparatının rəhbəri kimi fəaliyyəti araşdırmalıdır. Çıxdı dedi ki, o qoca bir kişidir, ondan nə istəyirsiniz? İndi həmin Əli Kərimlinin əlaltısı çıxıb 2 saat televiziyada deyir, Sədəcoğlu məqalə yazıb, gəlin mən o... Qardaşım, sən Əli Kərimin Ramiz Mehdiyevin bağlı dediklərini və yaxud da Ramiz Mehdiyevin əlaqələrindən yazdı. Eyni binada qalırlar. Bir mərtəbədə Əli Kərimin qalır, bir də Ramiz Mehdiyev. Yazdı bundan. Sən mənə niyə ittiham edirsən? Məqaləm bəyim gizlin yazmışam mən məqalə. Bu məqalə qəzetdə çıxıb və bu məqaləni həmin vaxtda çıxanda bir dənə nə tarixçi, nə bir dənə siyasətçi demiş ki, Sədəcoğlu bunu düz eləməyib, düz yazmayıb və s. və s. Cəsarətin var, o vaxt deyərdin ki, Sədəcoğlu bu nə yazıbsan? İndi üstündən 30 il geçib, Sədəcoğlu var bir məqalə, əcəb eləmişəm, yazmışam. Mənim o məqaləmin, bu Ramiz Mehdiyevin dövlət sevişinin nə aidiyyatı var? Və yaxud da bu Mirzə Bəyliyin deyərək, yenə həmin məqaləyə misal çəkir. Dövlət sevişindən xeyr var, sən millət vəkilisən. Bir adamı dövlət sevişindən ittiham edirlər, vətənə xədmət, ağzı aç bu adam haqqında bir kəlmə demirsən. Sədəcoğlu maddi marağı ilə öz aləmində alim kimi düzüb oraya. Qardaşım, əcəb edirəm. Əcəb eləyəm, maddi marağımı güdürəm. Nəyimi güdməliyəm mən? Canımı qurban verəcəm, hər şeyimi qoracam. Əlbəttə, hər bir adamın maddi marağımı... Bəs sən nə ki parlament oturubsan? Saxta yolla. O mandatı sən alıbsan. Sən Azərbaycanda 5 dəfə ailə üzvlərinin də daxil olmalı. Sənə səs verir o ağılla, o işlə, o başına.